Bəli, dəyərli izləyicilər, sizlərə bir dənə 2 otaqlı evimizin təqdimata gəlmişik. İşığı var, qazı var, suyu da ki quyu suyudur. Sadəcə tək daşlı vardır. Yəni onu qeyd edirəm. Yerləşmə yeri 334 nömrə məktəbin yanı, Kəlbəcər məktəbinin yanı. 334 yox, Kəlbəcər məktəbinin yanı. Asfalta da yaxındır. Bura mətbəx istədi, gördüyünüz kimi. Gördüyünüz kimi bu mətbəx mebeli. Bura koridor istədi. Bir dənə belə qonaq otağımızdır. Hava da yaman soyuqdur, adam üşüyür. Biraz yüngül təmirə ehtiyac var. Məsələn, polları laklamaq lazımdır, pol laksızdır. Sanitar qovşağıdır. Bax, görürsünüz. Sanitar qovşağı kafedir. Bir dənə də digər otaqla sizi tanış edəyək. Bu da yataq otağımızdır. Paşlı ilə qonaq otağı boyda bir ölçüdür. 4-ün 5-ə bir ölçüdür. Burası içəridə ailə uşaqlar deyə çəkmirəm. Evi də İran pesi ilə qızdılar. İndi həyətyanı ərazi ilə sizi tanış edirəm. Bu da evimizin həyətyanı ərazisidir. Düzdür, maşın daxil olan deyil, amma xudmani həyətyanı ərazisi var. Yerdən də kürsüdür. 4 daş kürsüsü var. Belə bir ev. İşıq sayğacı var, qaz var, suda quyu suyudur. Yenə qeyd edirəm, Kəlbəcər məktəbini tam yanı asfaltdan bir 50 metr aralıdır. Buyurun əlaqə saxlayın.